Salam əziz bağbanlar, səhifəmizin dəyərli üzvləri, hər birinizi salamlayıram Tovuz rayonundan. Ərik budamasını göstərəcəm sizə. İlk növbədə əriyin səhv budanması nədir? Səhv budanma, ağacın çox açılması. Və indi biz öz budamanı göstərəcəyik. Budama uşaqlar gördüyünüz kimi yan meyvə budağını saxladıq. Və boşa 2 lider var. Liderdən bir dənə seçim edə bilərik. Gördüyünüz kimi seçimin birini atdı buna. Yan budaq olmamaq şərtində də əyib yamucun vurdu. Burada lider seçimi oldu artıq. Buradan görürsünüz artıq buradakı sıx və zədəli budaqlara götürürük. İşə doğru gidən budağı aldıq. Gəldik bura. Ağac çox içəri açılır. Ona görə alıb yenə ucu vurması elədik. Bu bizim oldu ikinci liderimiz. Burada yenə sıxlıq. İlk budağı aldırır qardaşlar. Bunun da telefon. Belə vurduq. Bu oldu bizim üçüncü liderimiz. Və gələk buna. Burada da içəri doğru gidən budağı eyni şəkildə aldırır. Və gəldik. Bunu da götürür. Bir dənə ucun vurduq. Pis yox. Və bunu meyvə budağı deyil deyə götürürük. Eyni şəkildə burada da üç budağı aradan aldıq. Burada göster ağac çox şöyle açtı. Buna görə məcburiyyət qarşısında ağacı biraz içəri yığmaq məcburiyyətində yerə gəldik. Buradan da meyvə gözü şöyle. Buradan da göz uşaqlar budaq açılır. Amma bu fərəq içəri gelib. Ona görə bunu buradan götürürük ki ağacımız tam formada. Və liderimizin ucuna qaçır meyvələr. Gördüyünüz ki. Bunun forması var burada. Burada da budama işi gedir. Budama ilə bağlı bir nömrəmiz var. Əlaqə saxlaya bilərsiniz. Allah herkesin işin xeyirli uğurlu eləsin. Və bu da son nəticə.